Biz 4 dənə, 5 dənə follower yığmaqdan ötür ictimai fəzada gəlirik, mərdumu alladırıq və gəlirik 4 dənə quşu ilə film götürürük. O Şərəfxanadan, İslami adanın qırağından ki, Urmiya gölünün suyu gəlib yuxarıya. İstəyirəm bunu deyəm ki, mən əlan durmuşam Kəbudanın iskiləsinin üstündə və baxsız qupqurudur, arzudur, ispirdir, əşkidir. Bunların ətraflarına baxırıq, nəhayət su bəzən gəlib 20 sant, 30 sant və İspirin o tərəfində, Hun adasında biz baxırıq da lap dərin yeri ki, Urmiya gölünün lap ortasıdır, 3 metrə kimi su var. Amma o zamanlar Urmiya gölünün 15 metrə kimi su var idi. Bütün bu iskilələr hamısı su altındaydılar. Və indi əlan sahillərdə 10 sant, 20 sant suyun dağılmağı bunu göstərmir ki, biz bəli Urmiya gölü quruyub cəmaətə hey deyir, Urmiya gölünün vəziyyəti xoşdur. Yox, əzizim, bu bir məsələdən xəbər yoxdur. İttifaqən bu çox da bizim ekosistemin zərərinədir. İllər boyudur Urmiya gölü quruyandan sonra yavaş-yavaş baxsaz, indilən bu iskilələrin qırağında o tərəf çıxır. Niyə? Çünki şorluq çəkilib, başlayır yurğun ağacından. Bəzi o tərəflər çıxır, quşların yaşayış yeri olubdur. Biçqila su gəlir 20 sant, suyu gətirir, duzu yaxır təzəşdən bu sahillərə. Su dala çəkiləndə, yay yetişəndə, quruyanda bu duz sahillərdə təzələnir və duz təzəşdən yellə qalxır məntəqəyə və məntəqəni viran qoyur.